Göygöl rayonunda qeyri-sabit hava şəraiti ciddi fəsadlara yol açıb. Bugün intensiv yağan yağışlardan sonra rayonun Topal Həsənli kəndinə güclü sel gəlib. Təbii fəlakət nəticəsində kəndin yol infrastrukturuna ciddi ziyan dəyib. Sel suları əkin sahələrinin bir hissəsini su altında qoyaraq sıradan çıxarıb. İlkin məlumatlara görə rayonda hökm sürən əlverişsiz hava şəraiti ətrafdakı digər kəndlərə də fəsadlar törədib. Hazırda Gəncə və ətraf bölgələrdə yağıntılı hava şəraiti davam edir. Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda azərbaycanlı yeniyetmə faciəvi şəkildə dünyasına dəyişib. Quşçu kənd sakini 13 yaşlı Emir Məmmədovun meyidi yaşadığı evdə tapılıb. Hadisə ilə bağlı Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. TikTokda qeyri-etik informasiyalar yayan kişi saxlanılıb. Səfail Əliyev Ağdamda polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla Səfail Əliyev inzibati qaydada həbs edilib.